Space xəbərə baxırsınız. Gələn ilin dövlət büdcəsinin müzakirələrinə başlanılacaq. Yeni büdcədə nələr nəzərdə tutulub, prioritet olan sahələr hansılardır? Bu sualların cavabı indi təkcə mütəxəssislərin deyil, ümumilikdə vətəndaşların da marağındadır. Ölkəmizin gələn il üçün dövlət büdcəsi artıq diqqət mərkəzindədir. Bu sənəd təkcə iqtisadi göstəricilərin deyil, həm də ölkənin gələcək inkişaf yolunun, sosial rifahın və milli təhlükəsizlik strategiyasının əsas konturlarını müəyyənləşdirir. Büdcənin hansı prioritetlər üzərində qurulduğu isə hər bir vətəndaş üçün böyük əhəmiyyət daşıyır. Bəs gözləntilər nədir? Gələn il hansı istiqamətlər üzrə artımlar nəzərdə tutulur? Dövlət büdcəsində sosial xərclərin artırılması ölkə əhalisini nə kimi təsirləndirəcək? Mövzu ilə bağlı danışan iqtisadçıların qənaətinə görə, gələn ilin dövlət büdcəsində sosial sahə yenə də prioritet olacaq ki, bu isə əhalinin rifah halının yüksəlməsinin təminatı deməkdir. Sosial sahədə islahatlar, eyni zamanda sosial müdafiə və təminat tədbirləri davam etdiriləcək. Növbəti ildən etibarən məhz yanvar ayında pensiyaların indeksləşdirməli artırılması həyata keçiriləcək. Pensiyalar 2025-ci ildə bütövlükdə ölkə üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib artırılacaq. Bu da büdcə layihəsində öz əksini tapacaq və bütövlükdə pensiya artımları 1.100.000 vətəndaşımıza əhatə edəcək. Millət vəkili Vüqar Bayramov onda deyir ki, gələn ilin büdcə zərfində təhlükəsizlik və müdafiə sahəsinin də xərclərinin artırılacağı gözlənilir. Dünyada və regionda baş verən proseslər və onun da bu olduqca mühüm amil hesab edilir. Bundan başqa Qarabağ və Şərqi Zəngəzurun bərpası, məskunlaşma yenə də növbəti ilin prioritetləri siyahısındadır deyə millət vəkili qeyd edir. 2026-cı ilin dövlət büdcəsindən bu istiqamətə vəsaitin ayrılması həyata keçiriləcək. Nəzərə alsaq ki, indiyədək işğaldan azad olmuş ərazilərimizin bərpasına və yenidən qurmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Yalnız 2025-ci ildə bu istiqamətə ayrılan vəsaitin həcmi 4 milyard manat olacaq. Bu tendensiya növbəti ildə də davam edəcək. Bu, təbii ki, məskunlaşmanın intensivləşməsi Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın sürətli formalaşmasının inkişafı anlamına gəlir. Büdcə təkcə rəqəmlər toplusu deyil, ölkənin gələcək yol xəritəsidir. Sosial təminat, müdafiə, iqtisadi inkişaf və investisiya proqramları arasında düzgün balansın tapılması həm vətəndaşların rifahı, həm də ölkənin dayanıqlı inkişafı üçün əsas şərtdir. Bu şərtlərin hansı qaydada necə yerinə yetirilməsini isə gələn il görəcəyik.